İbn Xuzeymənin ləfzini oxuyun, gör nə deyir. Deyir ki, 817 nömrəli rivayətdir. Bu kitabda vermişəm o rivayəti. Həddəsənə Abdülvaris ibn Abdüssaməd. Həddəsəni Əbi. Həddəsənə Həmməm. Həddəsənə Zeyd ibn Əsləm. Ən Abdurrahman ibn Əbi Səid ən Əbihi. Deyir ki, bizə Abdülvaris ibn Abdüssaməd danışdı, mənə atam danışdı, bizə Həmməm danışdı, bizə Zeyd ibn Əsləm danışdı, Abdurrahman ibn Əbi Səiddən atasından ənəhu kənə yusalli ilə səriyə. Ki o bir sütaya doğru, bir üstüne doğru namaz kılırdı. Fədəhəbə raculun min bəni Ümeyyətə yəmurru beynə yədeyhi. Deyir ki, Bəni Ümeyyədən bir kişi, aslında cavan adamdır, yani bir kişi geldi ki, onun önünden keçsin. Fəmənəəhu. Ona mani oldu. Fədəhəbə liyəud. O da yine qayıtır, yani yine gelsin önünden keçsin. Fədarabahu darbətən fi sadrihi. Sinəsindən vurdu dedi onu. Bəs mənəvi mübarizə idi, hə? Yarım çıx. Nə oldu bəs? Fədarabahu darbətən fi sadrihi. Bu da fiqh, bu da fəqih, bu da alim, bu da iman. Elhamdülillahi Rabbil alemin. Vel-âkibatu lil-muttaqin. Fela udvana illa alel-zalimin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel-mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ve tabi'in. Rabbi şrah li sadri ve yessir li emri mehlul uqdeten min lisani yefqahu qavli ve zidni ilmen emmâ ba'd. Aziz Müslümanlar, bildiğiniz gibi bu günlerde el üstü qaçaraq tələsik, rəddiyəciş verməyə cəhd edən bir insanın hazırladığı rəddiyəcik var mənim haqqımda. Və həmin video haqqında mən sizə inşallah əlimdən gəldiyi qədər danışmağa çalışacağım. İstəmədən etdiyim bir şeydir. Çünki mən belə şeylərlə özümü və sizi məşğul etmək istəmirəm. Lakin ortada çirkin iftira, çirkin danışıq olduğuna görə və insanlarda hər zaman etdikləri kimi mənim haqqımda yanlış təsəvvür oyadıb, böhtan qarayaxma eləmə cəhdi olduğuna görə bir daha haqqı istəyən kimsələr üçün inşallah bu məsələni Allahın izni ilə aydınlaşdıracağam. Məsələ bundan ibarətdir ki, bir qardaşımızın canlı yayınında mövzu gəldi, sünnətə ittiba məsələlərinə çıxdı. Mən orada zikr etdim ki, mən bəzi məsələləri danışdım. Bir də falan alim belə deyib, Bəhmən alim belə deyib. Mən dedim ki, qardaş, hədis bunu deyir, alimin onun əksini danışmağın heç bir dəyəri yoxdur. Mən hər zaman bunu demişim, mən fənin hamısı bunu bilirlər. Və mən orada örnək olaraq dəlil gətirdim İmam Məlik Muvattasından bir rivayət. Rivayəti inşallah tam şəkildə, tam təxrici ilə oxuyacağım sizlərə Allahın izni ilə. İndi giriş olaraq məlumat vermək üçün sizə bunu danışıram. Orada mən örnək göstərərək zikr etdim ki, Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, fəl yuqatilhu, onunla döyüşsün. Əbu Hənifə deyir ki, və lə yuqatilhu, onunla döyüşməsin. Və buradan da gəlib bu bir məxluq və orada əl üstü, yəni heç inanın ki, videonun, yəni biz dedik da canlı yayının bitməsindən uzaq başı 3-4 saat ya keçmişdi ya keçməmişdi, artıq video şəbəkədə yayılırdı. Yəni əl üstü ona görə deyiləm, qaçaraq tələsik bir dənə rəddiyəcik hazırlayıb və başlığında adını nə qoyub, videonun adını nə qoyub, mürşidiyyə məzhəbinə elmi dərs nömrə 1. Dəfələrlə demişəm ki, mənim adım mürşiddir, dinim də İslamdır. İslam dininə girən insana muslim deyilir. Kimsə mənə məzhəb nisbət edə bilməz. Heç kimin buna ixtiyarı da yoxdur, haqqı da yoxdur. Dəfələrlə demişəm, xəbərdarlıq eləmişəm. Madam ki, qulaq asmırsan, indi mən də sənə məzhəb adı qoymuşam, burada ekskluziv olaraq təqdim edəcəm. Cəhmirxaniyyə məzhəbi. Yaxşı yadda saxlayın. Bundan sonra sənin adın, mənə rəddiyə verən şəxs, sənin mənsubiyyətin olacaq Cəhmirxaniyyə məzhəbinin banisi. Cəhmirxaniyyə. Həmin Cəhmirxaniyyə məzhəbinin banisi mənə rəddiyə verdiyini düşünür. Rəddiyə elmi rəddiyə olsa, ədəb əxlaq çərçivəsində olsa gözün başım üstünə. Amma elə çirkin üslubdan istifadə edir ki, və bunu da süni intellekt hazırlayıb ha. Özünün hazırlamağa görsənir ki, qabiliyyəti yoxdur. Süni intellekt vasitəsindən hazır. Sən rəddiyə versin, otur özün ədəb ərkanından qoy kitabları, nasları önünə cavab ver. Millət görsün ki, sən kimsən, gözün nə cürdür, qaşın nə cürdür, özünü gizlətmirsən. Şəkillərin arxasında. Güya rəddiyə verirsən.
Qoyduğu yəni, ekranda sürekli davamlı şəkillər falan dəyişir, yazılar dəyişir. İnsan bilmir şəkillərin dəyişməyinə baxsın, dediyinə baxsın və s. Birinin adını Mücahid qoyub, birinin adını Alparslan qoyub. Danışır və sünnət vs məzhəb. Yəni adamın başında davadalaş var, məni davadaşda ittiham edir. Sünnət vs məzhəb nə da kişi? Sən burada ringə çıxmısan, neyinirsən sən? Bu nə deməkdir? Bu nə yazıdır? Təhbətə döyüş zad var. Və davamlı nida işarələrindən istifadə edir. O qədər həyəcanlanıb ki, çünki tələsi yazırdı, bax, 3 saat keçməyib üstündən. Nədir bu nida? Nə eləmək istəyirsən? Sən cəmaatı belə həyəcanlandırmaq istəyirsən. Hərfi tərcümə səhvi, döyüşmək deyil, dəf etmək. Döyüşmək deyil, dəf etməkdirsə, gətir, ispat elə. Qatl sözü eşidən, istənilən insan bilir ki, bu nə deməkdir? Bizim də var da qətl. Ərəb dilindən keçmə sözdür. Bu nida işarəsi, bu həyəcan, tez-tez dəyişən şeylər və s. Sən heç bilirsən ki, hərfi tərcümə nə olan şeydir? Sən hələ ərəb dilində bilməyən insansan. 20 il İslamdan danışırsan, ərəb dilini bilmirsən. Sən bilirsən, mən nə kitabı oxuyuram, kişi? Mən fıkhulluğa oxuyuram. Ət-Təalibinin fıkhulluğa kitabını oxuyuram, kişi. Dilin fikri, bax bu kitabı. Ən məşhur kitablardan biridir. Fıkhulluğa elmi məsələsində ən dərin kitablardan biridir. Sən mənə öyrədirsən hərfi tərcümə. Altıbazar gəlim yanıma mənə dərs denə. Yerindən çıxan dərs deməyə qalxır. Usulü fiqh elmi bəlağət. Sən bəlağət oxumusan kişi. Sən bəlağət elminin nə oxumusan? Məndə burada 15 dənə kitab var bəlağət ilə bağlı. Səmərrayinin kitabları. Fiqhulluğu oxuyuruq, bəlağət oxuyuruq, bəyan oxuyuruq. Usulü fiqh nədir? Sən usulü fiqh oxuyub neynəmirsən ki? Sən Adəm əleyhissalama şirk etdi, cəhalətlə üzürlü oldu deyən bir məxluqsan. Allahın Rəsulu, Əbul-Bəşər, bəşərin atası Adəm əleyhissalam və zövcəsi şirk edibmişlər, lakin cəhalətləri səbəbilə müsəlman qalıbmışlar. Sən bəlağət usulü fiqh oxuyub bura çatmısan, sən oxumusan bugün də, sən oxumasan nə gündə olardın sən? Budur sən rəddiyə verməyin. Sən elmin budur. Birincisi dəf etmək deyil, ikinci deyək ki, dəf etməkdir. Tənəzzülən deyək ki, dəf etməkdir. Sənin imamın dəf etməyi rədd eləmir axı. Sənin imamın Rasulullah sallallahu aleyhi ve sellemin əmrini rədd edir. Və lə yuqatilhu deyir. Rasulullah sallallahu aleyhi ve sellem deyir ki, fəl yuqatilhu deyir, və lə yuqatilhu. Fəl yuqatilhu əmirdir, lə yuqatilhu nəhidir. Rasulullah sallallahu aleyhi ve sellemin əmrini qabağına nəhi qoy, sənin imamın Əbu Hənifə. Sənin usul fiqh elmini, sənin elmin budur. Bura çatmısan sən elminlə. Sonra yenə yazdım, mətni gizlədib, nida işarəsi, tam oxumayıb. Aman. Mən o mətni, ay qardaş, ay məxluq, kitabı görürsən, sən boş-boş kəlam eləyəndə, mən hədis topladım, hədis təhqiq eləyirdim. Mən onun bu kitabda yazmışam, bütün rivayətlərini bilirəm mən o kitabda, hədisin. Bütün tariflərini bilirəm. Siz lal-kar korsunuz da, mən neyniyim ona? Bax, bütün rivayətləri burada var. Belə yaxşı göstərəm dənə gözlük taq, diqqətlə bax, görərsən. Muheymin adlı kitabımın 1-ci cildində səhifə 595-də 1, 2, 3, 4 dənə rivayətin vermişəm bu hədisin. 4 dənə rivayətin vermişəm. 4-cü rivayətdə İbn-i Xüzeymənin rivayətidir. İnşallah oxuyacam. Gizlədib. Gizlədən kitabda bunu yazır, paylaşır. İllərdir. Mətni gizlədib. Rafizlərlə danışanda bütöv bir nas oxumuşdum. Rafizlər çığırtqanlıq eləyirdi ki, mətni kəsmən yarımçıq oxumusan. Nə deyirdim mən orada? Dedim, bütün kitabı fəsli oxumalıyam. Şahid olan qismdən, sonrasını oxuyuram. Sən də susmuşdun. Nə oldu, getdin birdən belə danışan çıxdın? Kimə şirin gəlmək istəyirsən? Rafizlərə şirin görsənmək istəyirsən? Qoyduğu yazılara baxın. Mürşidin elmi iddialarını ifşa edəcəyik. Özünü ifşa eləmirsən, hə kişi? Sadəcə olaraq xəbərin yoxdur. Çünki qafilsən, qəflətdəsən. Bugünə qədər sənin İmam-ı Azamın Əbu Hənif haqqında 19 dənə videoda yüzlərlə nas oxumuşam. Hansı birinə elmi rəddiyə verib ifşa eləmirsən? Haradaydın?
Usul fiqh elmi öyrənməklə məşğul idin, hə? Ged öyrən. Hani öyrənmirsən bu gün də sən, Adəm əleyhissalama şirk etdi deyirsən. Öyrənməsən nə deyərdin? Allah'a da inkar eləyərsən. Sonra orada sənin uydurduğun xəyali bir personaj var, adı da Mücahidmiş. Deyir ki, mən güya iddia edirəm ki, mən böyük elm tələbəsiyəm. Mən böyük elm tələbəsiyəm iddia etdiyimi gətir ortaya qoy. Qoymasan, vallahi billahi təllahi haqqımı sənə halal eləmirəm. Nə vaxt demişəm? Məni tanıyanlardan burada soruş. Dedən ki, mürşid nə vaxt deyib ki, mən böyük elm tələbəsiyəm? Dəfələrlə demişəm ki, mən elm tələbəsi olmaq üçün çalışan biriyəm. Allah da şahiddir. Mələkləri də, ədalətli insanlar da şahiddirlər buna. Məni ləkələməklə, məni qaralamaqla rəddiyə verirsən, mən dediyim iddiamı rəddiyə ver. Məni ləkələyirsən ki? Yəni, nə olacaq ki onda? Rafizi qardaşlarından öyrənmişsən mənim şəxsimə hücum eləmək, hə? Canbir qəfəsəsiz də hamısına, qardaşlarımda ki sənin. Adəm əleyhissalam şirk eləyib üzürlüdürsə, Rafizi niyə üzürsüz olmasın? O da üzürlüdür. Doğrusu da qardaşımdır sənin. Din qardaşımdır. Nakam molla dini puç edər, nakam həkim can alır. Süni intellektdən hazırsan, deyəndə deyirsən nadan molla, yarımçıq molla, yazanda deyirsən nakam. Eşq məhəbbətinə çatdığına nakam deyirlər. Qafil. Bu düz mürşidin vəziyyətidir. Mən yarımçıq molla olsaydım, İslam dininə xidmət eləyib, minlərlə səhih həlçi onlara xidmətə təqdim eləməzdim. Yarımçıq mən deyiləm, siz heç yarımçıq belə deyilsiniz. Mən bu ümmətə xidmət eləyirəm. Və tam iş qoymuşam ortaya, Allah Subhanahu taalanın izni ilə. Siz nə eləmişsiniz? Sizin tam işiniz hansıdır göstərin də. İllərdir meydan oxuyuram. Hanı bir dənə tam işiniz? Göstərin görüm, nə iş görmüşsünüz? Mən yarımçıq olmuşam, bu işləri qoymuşam. Tam olsam gör nə eləyərdim? Tək başıma. Siz bir sürüsünüz. Mən tək başımayam. Düz mürşidin vəziyyətidir. Sonra yazır ki, deyə görək TikTokda necə bir hilə işlədir. Bəs siz kimsiz ki, mən sizə qarşı hilə işlədəm? Sizdən milyon dəfə güclü olanlara qarşı mənim bir qram hiləm yoxdur. Çağırıb aparıb otuzdurublar, nəyə etiqad eləmişəm, onu da demişəm. Bir şeyi gizlətməmişəm. Və məndən soruşanlar deyiblər ki, biz bilirik sən nəyə etiqad edirsən, neyiniyirsən. Bilmədiyimiz üçün soruşmuruq. Soruşuruq ki, bizə yalan mı deyirsən, doğru mu deyirsən? Demişəm ki, gətir mənim qapıma kamera qoy, 7-24, hara çıxıram, hara gedirəm, məni izlə. Mənim heç bir gizli işləyim yoxdur. Siz kimsiz ki, məsələsə hilə işlədən? Nəsiz ki siz? Özünüzdən başqa hamını ittiham edirsiniz. Mənim şəxsimi qoy qırağı, şəxsimə hücum eləmə mənim. Dediyim şeyə cavab ver. Sonra deyirsən ki, bu mürşid TikTok canlı yayımı da nə hoqqa çıxardıb belə. Sən utanıb yerə girmir, sən ha kişi. Vaxtında evlənsəm, sən boyda oğlum var idi mənim. Mənim 49 yaşım var ha kişi. Mənim böyük uşağımın 26 yaşı var. Sən ölüb yerə girmirsən, sən mənə belə söz deyirsən. Hoqqa çıxartmaq nədir? Hoqqa bazam ala mən. Ölüb yerə girmirsən sən. Bu nə danışıqdır? Böyümüsən sən. İllərlə Bakıda olmuşam da, müşfikdən çıxıb gələ bilmirdin, pasport alamırdın, Bakıya gəlmir. Gəlib üzümə deyərdin də, cavabını verərdim. Süni internetin hazırladığı videoda mənə dili sözə bax, hoqqa çıxardır. Hoqqa çıxardan sənsən, Adəm əleyhissalama müşrik deyirsən. Sonra yazıb, görün İmam Malik nə yazıb? Böyük imamlar sünnəyə qarşılır, nida işarəsi. Niyə demək istəyirsən sən? İmam Malik nə yazıb? İmam Malikin kitabıdır, batdadır o. Nə yazıb nədir? Onun altına mundar sözləri yazan sənin böyük imamın, böyük tələbəsi Muhammed məsələ Şeybənidir. Sən də onu müdafiə eləyirsən. Məsələ həqiqətən də həm rüsvayçılıqdır, həm də elmi cəhətdən tam bir fəlakətdir. Nədir rüsvayçılıq? Çıx qoydu ortağa. Rüsvayçılıq nədir? Resulullah sallallahu aleyhi ve sellemin əmrinin əksini sarahatan demək rüsvayçılıq deyil. Resulullah sallallahu aleyhi ve sellemin sözünü müdafiə eləmək rüsvayçılıqdır. Təbbən ləkum və lidinikum. Bir qram Resulullah sallallahu aleyhi ve sellemin sevginiz yoxdur. Bir qram onu müdafiə eləməyiniz yoxdur. Ancaq öz ilahlarımızı müdafiə eləyirsiniz. Zaten sizin üçün problem yoxdur ki, tövhid vacib deyil deyirsiniz, nəsihətdir.
Rüşvaçılıq odur, bu deyil. Mən deyirəm, Rasulullah sallallahu aleyhi ve sellem deyir, fəl yuqatilhu, dilini bağlamalısan, səmi'tu və ataqdır. Eşitdim, itaat etdim, bəs salam. Sən nə deyirsən? Sən imamın deyir ki, yox. Eşitdim, asa oldu. Sən deyirsən, döyüş, mən deyirəm, döyüşmə. Döyüşməyin mənası nə olursa olsun, sən onu əksər edə bilməzsən. Budur rüşvaçılıq. Yazdığın cümləyə bax. Sən yıxılırsan, sənin başına at təpiyi dəyib. Sən nə danışsan, ha kişi? Yazmırsan ki, hədisin hərfi mənası fiqh və sünnədən üstün tutulmaz. Hədis nədir, fiqh və sünnə nədir? Hə? Fiqh dində, kitabda incə anlayış, dərin anlayış deməkdir. Sünnətdə Rasulullah sallallahu aleyhi ve sellemin yoludur. Hədis və sünnət bəyəm ayrı şeylərdir. Hədisin hərfi mənası fiqh və sünnədən üstün tutulmaz. Bu nə cümlədə kişi? Sonra yazıb, vəlvələ nida işarəsi, xəyanat nida işarəsi, xəyanat nida işarəsi. Nə olub baba sana? Valla yeni adamdan iç biraz sakitləşir. Nida. Sən nə eləmək istəyirsən baba? Söz danış söz olsun. Bu nədir? Vəlvələ, zəlzələ. Bu nədir kişi? Deyirsən ki, amma mətni oxuyub şərh etməyə başlayanda adamın elmsizliyi və ən acınadaqlısı elmə xəyanət ortalığa çıxır. Sən elmə xəyanət etməmişsən, sənin savadsızlığın yoxdur. Hanı sənin tam elmin, hanı usulü fiqh elminin bəhrəsi, hanı bəlağətin səmərəsi, hanı? Quran təfsiri yazmısan, hədis şərhi yazmısan, hanı sənin elmin? Hamını ittiham eləyirsən. Göstər görüm. Atalar yaxşı deyib, el gözü tərəzidir. Kənardan baxan bitərəf insanlar, tərəfsiz insanlar görür ki, kim nə eləyir. Quran-ı Kərim tərcümə eləmişəm. Hədisləri toplamışam, təhqiq eləmişəm, tərcümə eləmişəm. Öz ana dilinizdə təmənnasız istəyən hər kəsə paylayıram. Budur biabırçılıq, budur savadsızlıq. 7000 hədisi bir-bir bura yazıb, bir kəlmə tərcümə eləyən bir insan savadsızdır. Adəm əleyhissalama müşrik deyən sən, Cəhmirxaniyyə məzhəbinin banisi, sən savadlıymışsın. Sonra yazıb, hörmətsizlik, mürşid canlı yayımda İmam Əbu Hənifəni məsxərəyə qoyur. Allah səni Əbu Hənifə ilə bir yerdə həşr eləsin. Allahümmə əmin ya Rab. Əbu Yusufdan soruşdular, qaldı Əbu Yusufdan. Əbu Hənifə haqqında dedi, mə təsnə'u bihi, qad mətə cəhmiyyən. Dedi, neynəyəsən onu? Deyir, cəhmi olaraq öldü. Öz tələbəsi deyir. İmam Əbu Hənifə. Rasulullah sallallahu aleyhi ve sellem'e qarşı çıxan hər kəsi məsxərəyə qoyaram. Birincisi məsxərəyə qoymamışam, həqiqəti demişəm, doğru nə varsa onu demişəm. Bəli, sizlər üçün o ikinci peyğəmbərdir. Və o peyğəmbərin sözünü inkar etmək haqqına malik. Sizlər üçün elədir. Bunun həqiqəti budur. Mən məsxərəyə qoymuram, mən gerçəkləri deyirəm. Yazmışsan ki, orada 2-3 yerdə mürşid hədisi Səid Əl-Xudridən oxuyur. Ay yarım çıx deyən natamam insan. Səid Əl-Xudri deyil o. Sizin hansı biriniz qalxırsınız mənə hədisdən danışmağa, özünüzü biabır eləyirsiniz. Biri qalxıb danışırdı, İbn-i Füləni gətirib 2 ravi eləyirdi. Adını bir ravi, atasının adını 2-ci ravi eləyirdi. Sən də gəlmişsən, sən heç bilmirsən ki, söhbət kimdən gedir. Səid Əl-Xudri nədir kişi? Əbu Səid Əl-Xudri, Səd, İbn Məlik, İbn Sinə, İbn Abid, İbn Sə'ləbə, İbn Abid, Əl-Xazraci, Əl-Ənsari, Əl-Mədəni. Səd İbn Məlik də onun adı. Xazrac qəbiləsindəndir. Və sahabənin fəqihlərindəndir. Sənin imamından milyard dəfə elmlidir, trilyard dəfə fəzilətlidir. Əbu Səidin dırnağının altından düşən bir toz dənəsi sənin imamın Əbu Hənifənin milyardından üstündür. Əbu Səid Əl-Xudri, Səd ibn Məlik ibn Sinan, tanı. Sahabənin fikrini oxuyun, ne? Sahabənin fəhmi deyib çıxırtqanlıq eləməklə deyil. Sizin sahabəniz Əbu Hənifədir. Bunlar deyil. Sonra yenə nida işarələri gəlir. Onlarla vuruş. Məsciddə dava. Şəkillər qoyursan, başını tutub belə, ring, nə bilim, boksla. Sizin rəddiyəmiz budur da. Bundan başqa nə əlimizdən gəlir ki?
Yazmışsan ki, mürşid fəl yuqatilhü sözünü fiziki mübarizə kimi izah edir. Yəni, qatələ feili nədir ki, mənəvi feildir. Bəlkə qəlb feillərindən də zannə feili kimi. Zannə və axıvat kimi. Qatələ nədir ki? Öldürdü. Qatələ döyüşdü. Mənəvi feildir. Bu qəlb feillərindəndir. Budur sənin bəlağət elmin. Bəlağət elminə çatmaq üçün birinci ərəb dilini öyrənmək lazımdır. Nə bəlağət? Səndə bəlağət var kişi. Nə bilirsən bəlağət nə olan şeydir? Və sən o dərin elminlə izah vermişsən. Fal yuqatilhü, mübarizə aparın, qarşısını alın, təmkinli olun. Mənaya baxır. Subhanallah. Sibeveh qəbrində çevrilir o biri buyurur ki, bu Cəhmirxaniyyə məzhəbinin banisi qədər mən ərəbcə bilmirmişəm. Vay mənim halıma. Sibeveh, yəni silindi dil tarixindən. Sibeveh yoxdur. Diqqət eləyin. Fal yuqatilhü sözünün mənası mübarizə aparın, qarşısını alın, təmkinli olun deməkmiş və mötərizədə fiziki deyil, nida işarəsi. Yəni qatələ fiziki deyil. Yəni burnunla, yoxsa ürəyindən eləyirsən, yoxsa ciyərindən eləyirsən, yoxsa xəyalında döyüşürsən. Budur sənin elmin. Resulullah sallallahu aleyhi ve sellem gözəl deyib. Allahım inna oldu bikə min ilmin la yənfə. Allahım fayda vermən elindən sənə sığınıram deyib, səndə elmin heç elçi də yoxdur. Yazmışsan ki, söhbət mənəvi mübarizədən gedir, nida işarəsi. O nidanı buraxma. Nida mütləq olmalıdır. Mənəvi mübarizə. Mən namaz qılıram, sənin kimi yarımçının biri dilənib mənim qabağımdan keçmək istəyir. Mənəvi mübarizə aparıb onun əngəl ola biləcək. Budur sənin fikrin. Mənəvi mübarizə nə demək da kişi? Mənim qabağımdan keçən insan ya qəflətdədir, görmür məni, ya da ki, sənin kimi yarımçıqdır. Mən içimdə mənəvi mübarizə aparanda o geri dönəcək. Sənin fikrin budur. Sənin usul fikrin sənə bunu öyrədib. Sonra deyirsən ki, adam utanmadan əsrlərdir ümmətin fikrini formalaşdıran bir imama, İmam Əbu Hənifəyə istehza ilə ikinci peyğəmbər deyərək dil uzadır. Əbu Hənifə doğulmayanda ümmətin fikri yox idi. 70 doğulmudur Əbu Hənifə. Hicri tarixlə. 70 il bu ümmətin fikri formalaşmamışım. Ya darmadağın imiş. Sənin bu sözü oxuyanda Türkiyədə bəziləri var. Deyir, Atatürk olmadı, sən olmazdın. Onlar yadıma düşür. Sənin onun zehniyyətimiz eyni zehniyyətdir. Allah Azze ve Celle dininin fikrini formalaşmamış bırakıbmış. Əbu Bəkirlər, Ömərlər, Osmanlılar, Muaviyyələr, Yecidlər bu dinin fikrini formalaşdırmışdılar. Sənin Əbu Hənifən gəlib Bağdadda müsəlman hakimlərə qarşı silahlı üsyan qaldırmanı fik formalaşdırıb, eləmi? Müsəlmanlar sərhəddə döyüşürdülər, kafir, Rumlularla döyüşürdülər. Bağdadda baş kənddə, paytaxtda sənin imamın Əbu Hənifə silahlı üsyan qaldırmışdı. Xəyanət deyil, xəyanət bax budur, mən dediyim deyil. Mən haqqı demişəm. Sənin imamın müsəlmanların içində silahlı üsyan qaldırıb. Halbuki sərhəddə müsəlmanlar kafir xristiyan Rumlarla cihad eləyirdilər. Mısır tərəfdə. Biraz get tarix oxu da. Budur sənin imamın. Fik formalaşdırıb bu. Get Hənəfi fikrini oxu da. Onların fikrini qəbul edirsən. Əl-əhəqqü bil-imamə babına bax. Qəbul eləməsən denən ki, mən başlayıb danışmıram bundan sonra. Ağzımı yumacam. Qəbul elə, çıx danış, problem yoxdur. Əl-əhəqqü bil-imamə babını, Raddul Muxtardan qəbul et, Hənəfi fikridir. Çıx deyə ki, mən bunu qəbul eləyirəm. Mənə hücum eləmək lazım deyil. Mən hücum eləsəm, peşman olacaqsan. Mənə sənin şəxsinə danışmaq lazım deyil. Sənin kimi mən şəxsə hücum eləmirəm. Hoqqa, hilə, xəyanət. Nə xəyanət var burada? Deyirəm, Resulullah sallallahu aleyhi ve sellem nə deyibsə onu yerinə yetir. Budur xəyanət. O zaman sədaqət nədir? Utanmadan. Sənin Əbu Hənifən Peyğəmbər sallallahu aleyhi ve sellem sözünün qabağına söz deyəndə utanmırdı. Yoxsa utanırdı, utan eləyirdi bunu. Siz utanın.
Nə cür çıxacaqsınız Peyğəmbər sallallahu əleyhi və səlləm qabağına qiyamət günündə? Əgər çıxmaq sizə nəsib olsa, nə ilə çıxacaqsınız? Sonra yazıb. Mücahid, Allah aşkına, sən teleserilə baxırsan ha kişi. Allah aşkına nədir? Sən gelib bir o dərin bələğət elminə görə eşq nədir, nə mənəyə gəlir? Allah aşkına. Bu söz ərəb dilində həqiqətənmi məsciddə əlbəyaxa dava etmək mənasına gəlir. Get qatələyə bax gör nə deməkdir? Ərəb dilində get bax da. Baxa bilmirsən, sən ərəb dilində üzünü oxuya bilmirsən. Oxusan belə anlaya bilmirsən. Sən dilin fikrindən xəbərin yox, bəyanından xəbərin yox, bəlağətindən xəbərin yox, Quran sünnət dilindən xəbərin yox. Yəni, hardan biləsən ki, nə deməkdir? Və deyirsən ki, əlbəttə ki, xeyr. Yəni, ey insanlar ayırın, qatələ feili fiziki mübarizə döymüş. Mənəvi mübarizə. Yəni, Allah subhanahu wa ta'ala, yəni, qatiluhum həttə lə təkunə fitnətun. Fitnə olmayana qədər onlarla döyüşün deyəndə, onun mənası budur ki, mənəvi mübarizə aparın kafirlərə qarşı. Sənin fikrin budur. Təbbən li fikrikum. Və sonra deyirsən, bəli, müqatilə sözünün kökü fiziki döyüş və ya qətl mənasına gələ bilər. Lakin İslam hüququnda və hədis şərhlərində bu söz namaz kontekstində işlənəndə həqiqi mənada qılınc çəkmək və ya dava etmək demək deyil. İlmə bax, cümləyə bax. Sənin hədis şərhləri deyil, 2 dənə şərhdən bir dənə cımbızlamaq mənə deyirsən, özün cımbızlayıb 4-5 dənə kəlmə qoymuşsan. Biri Nəvəvinin, biri də İbn Həcərin. Hədis şərhi bu ikisindən bu cümlədən ibarətdir. Və İbn Battal, o birisi, bu birisi, İbn Rəcəb, onlar niyə danışmırsan ki? Sən dünyanı gətirir, mənim üçün heç bir fərq yoxdur. Rasulullah sallallahu əleyhi və səlləm nə deyibsə o olmalıdır. İstir itələmək olsun, istir vurmaq olsun, nə olursa olsun, o nə deyibsə o olmalıdır. Əksini deyən kafirdir. Əksini deyən Rasulullah sallallahu əleyhi və səlləmə qarşı açıqdan üsyan etmişdir. Vəhyi inkar etmişdir, vəhyə qarşı gəlmişdir. Gələcəyində görə bunun nədir anlamı? Görə kimdir elmli? Yazmışsan ki, məcazi məna müdafiə yazmışsan, altına da əllərini açıb dua edən bir kişi şəkli qoymuşsan. Yəni sənə görə buradakı fəl-yuqatil sözünün mənası, yəni namaz qılırsan, biri gəlib qarşından keçmək istəyir, əlləri açıb dua edirsən. Bu namazı pozmur. Amma Resulullah sallallahu əleyhi və səlləmin dediyin tətbiq eləmək namazı pozulmuş, məntiqsiz imiş. Məntiqiniz batsın sizin. Məntiq sizin olsun, sünnət mənim olsun. Allah'a həmd olsun. Elhamdülillah. Yəni davam eləmək istəmirəm. Yəni o qədər qeydlər apardım. 23 dənə qeyd aparmışam, yoruldum artıq. Diksindim. Davam eləmək istəmirəm. İğrəncdir. Sənin o iddian ki, mətni kəsib, yarımçıq oxuyub, elmi xəyanət filan bəs məkan. Görək nə deməkdir? Mən açaq burada oxuyaq. Görək kim xəyanət edir, nə edir? Bəyan etdim ki, az öncə, kitabda mən onun bütün rivayətlərini, tam rivayətləri vermişəm. Sənin kör gözün, kar qulağın onu görüb eşitməz, o sənin problemidir. Mən onun aidiyyatı yoxdur. Cəhmilxaniyə məzhəbin qurmaqla deyil. Bu gördüyün kitabları görürsən burada. 6 dənə kitab var. Bu 6 kitab hamısı Əbu Hənifəni cərh edən kitablardır. Xəbərin var. Usulü fiqh elminə dalmışsan, dəhşət elmi öyrənmirsən, sonunda da Adəm əleyhissalam müşrik demirsən, bunları oxumağa vaxtın olmayıb. Və yaxud da sərf eləmir. Həmin kitab, Muvatta kitabı budur. Sənin kimilərinə mən bu Nassı çox oxumuşam. Və özü ərəb olan insan vardı. Özü ərəb olan insan. Özü ərəbdir, Suriyə ərəbidir. Özü elm əhlidir. Onun qarşısına İstanbulda bu kitabı qoydum, oxudum, dedim, budur bax, buna görə biz zəlil gündəyik. Heç bir etiraz eləyə bilmədi. Ərəbdir və elm əhlidir. Çünki o ərəb dilini səndən yaxşı bilir. Sən ərəb dilini ümumiyyətlə bilmirsən. Yəni öz dilini də bilmirsən ümumiyyətlə, nəinki ərəbcə olsun. Bu kitabda səhifə 98-də mən onu dəfələrlə oxumuşam. Görək, bu da nədir məsələ? İsnadını zikr edərək, İmam Məlikin isnadını verərək sənin imamın sağ qolu deyir ki, أن رسول الله صلى الله عليه وسلم قال إذا كان أحدكم يصلي فلا يدع أحدا يمر بين يديه
Sizdən biriniz namaz qıldığı zaman heç kimi qarşısından keçməyə qoymasın. Fəin əbə fəlyuqatilhu fəinnəmə huvə şeytan. Əgər dirənsə, onda döyüşsün. O ancaq bir şeytandır. Hədis budur, bitdi. Sonra İmam Məlik Kəbin sözünü verib burada ki, "Ləv kənə ya'lemul marru beynə yedeyil musalli məzə aleyhi fi zəlikə ləkənə ən yuxsəfə bihi xayran ləhu." Kəbin sözünü verib 274-də. Ki, əgər deyir, namaz qılan önündən keçən kimsə, onun üzərinə nə qədər günahlar olacağını bilsəydi, yerə batırılması onun üçün bundan daha xeyirli olardı. Sonra, sənin imamımız sağ qolu, Muhammed ibn Şeybəni deyir, tam oxuyum, görüm nə dəyişəcək. Yukrahu ən yemurrar raculu beynə yedeyil musalli. Fəin ərədə ən yemurra beynə yedeyhi fəlyedrahu məstəta'a və la yuqatilhu. Fəin qatiləhu kənə mə yədxul aleyhi fi salatihi min müqabelətihi iyyəhu əşəddə aleyhi minən yemurra hədə beynə yedeyhi. Və la na'ləmu əhədən rə'a qitaləhu illə mə ruviyyə an Əbi Səidin el-Xudri Leysetil ammetu aleyke velakinneha ala ma basartu leke ve huve kavle Ebu Hanife. Birincisi ben orada bu nasıl baştan sona okumuşam. Sen qərəzli olduğun için yarımçıq okumuşsan deyirsən. Bu bir. İkincisi ben bunu okudum. Tərcümə də eləyim. Hiçbir şey dəyişmir. Çünki mən okumuşam orada nə deyir? Və la yuqatilhu. Hədis deyir. Fəl yuqatilhu. Deyir və la yuqatilhu. Tam əksini. Yəni hədis ağ deyir. Ebu Hanife deyir qara. Və burada problem yoxdur. Bunu ifşa eləmək problemiymiş. Deyir ki, Əş-Şeybani, insanın, bir kişinin, namaz qılan kimsənin önündən keçməsi məkruhdur. Əgər onun önündən keçmək istəsə, o zaman onu gücü yetdiyi qədər itələsin və onunla döyüşməsin. Əgər onunla döyüşsə, döyüşdüyü zaman ondan namazına daxil olacaq şeylər o adamın önündən keçməsindən daha şiddətli olar. Və deyir, heç kimi belə bir adam, heç bir elm əhli, yəni falan yəqin ki, qəsd edir. Və la na'ləmu əhədən ra'a qitaləhu. Onunla döyüşmək görüşündə olan heç kimi bilmirik. Əbu Səid el-Xudri sayılmır da. İllə mə ruvi, yəni Əbu Səid el-Xudri. Əbu Səid el-Xudri'nin rivayət ondan istisnadır. Yəni Əbu Səid el-Xudri la yu'təddu bihi, yəni o sayılmır da. Əbu Səiddir də, səhabədir, fəqihdir. Əbu Hanifə əsasdır. Əbu Hanifə ikinci peyğəmbərdir çünki. Deyir, və leysətil ammətu aleyhə. Ammə, yəni çoxluq, bunun üzərində deyil. Çoxluğunuz batsın. Bir də Əbu Səid yetərlidir. O çoxluğunuzun 100 milyon mislindən əfsəldir. Heç onunla, o çoxluğunuzun 100 milyon misli Əbu Səidin dırnağı ilə müqabilə belə edilməz. Sahabə də və sahabənin fəqihlərinə Allah ondan razı olsun. Və huvə qavlu Əbi Hanifə. Və Əbi Hanifənin qavludur. Nasıl budur? Sonra gəlir başqa rivayət. Nəyi kəsmişəm? Hardadır xəyanət? Hə? Hardadır rüsvayçılıq? Sən nə bilirsən, hədis nə olan şeydir? Siz hədis nə olduğunu bilirsiniz ki, indiyə qədər görmədik. Ancaq belə cəfəngiyyət danışmaqla məşğulsunuz. İmam Əbu Hanifə imiş. Sən Əbu Bakır ibn Əbi Şeybədən daha elmlisən, Cəhmirxaniyyə məzhəbi. Musannəfin 20-ci cildi. 2 dənə gördük, daha yaxşı gör. Biri ilə ki, sən yaxşı görmürsən. Ona görə deyirəm. Kəsib doğruyu, yaxşı baxsan görədir, heç kəsb olma yoxdur orada. Hər şey tamdır. 20-ci cilddə mən bunu oxumuşam. Mən oxuyanda siz itib batmışdınız. Cavab verməyiniz yoxdur. Danışanda ağzından sələf sözü düşmür. Sələf, 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 sələf. Amma sələf heç sayırsınız. Yalancısınız siz. İddialarınızda yalancısınız. Gəl mən sənə göstərim. Musannəfin 20-ci cildində səhifə 305-dən 345-ə qədər Əbu Hanifəyə rəddiyə verib. Hədislərlə rəddiyə verib.
Deyir ki, Bismillahirrahmanirrahim və sallallahu ala Muhammedin və alihi Kitabur Raddi ala Əbi Hanifə. Əbu Hanifəyə rəddiyə kitabı. Həzə mə xalifə bihi Əbu Hanifətəl əthərəl-ləzi cəə ən Rasulillahi sallallahu aleyhi və səlləmə. Bu, Əbu Hanifənin Rasulullah sallallahu aleyhi və səlləmə gələn əsərlərə müxalifət etdiyi şeylərdir. 305-dən 345-ə qədər. 40 səhifə. Onlarla rivayət verib, deyir ki, Əbu Hanifə bunun əksini dedi. Sən mi daha yaxşı bilirsən, İbn Əbi Şeybə mi daha yaxşı bilir? Hə? Niyə cəmaatın gözünə kül üfürürsünüz? Hə? İmam Əbu Hanifə, hanı imamdır? Hanı? Kim imam deyir? Kişi? Əbu Bəkir deyir, Əbu Hanifə deyir. İmam imiş. Bir kitab. Cərh elədi. Xatib-ül Bağdadi. Tarix-i Bağdad kitabı. Səhih olanların hamısını demək olar ki, oxumuşam. Nə qədər danışıb gör. Səhifələrcə danışıb, səhifələrcə. Onlarla rivayət var burada. Sələf imamları Əbu Hanifəni burada cərh eləyirlər. Şiddətlə cərh eləyirlər. Hələ sənədi zəif olanları mən oxumamışam. Daha orada küfür həddində olan şeylər, sənədləri zəifliyi oxumuruq. Çünki biz zəiflə dəlil gətirmirik. Oxumusan, xəbərin var bundan. Xatib-ül Bağdadi bilmir, sən bilirsən. Doludur. Kitab-ı Sünnə. Abdullah İbn Əhməd İbn Həmbəl. Nə deyir burada, bilirsən? Əbu Hanifə haqqında nə qədər səhih qovullar var, xəbərin var sənin bundan. Niyə cəmaatın gözdə kül üfürürsünüz? Abdullah İbn Əhməd bilmir, Əhməd İbn Həmbəl bilmir, Məlik İbn Ənəs bilmir, Şafii bilmir, Süleyman İbn İmrən Əməş bilmir, Süfyan İbn Səid Əs-Səvri bilmir. Sən bilirsən, eləmi? Süfyan onunla eyni şəhərdə yaşayırdı Əbu Hanifədə. İkisi də Kufəlidir. Eyni təbəqədəndirlər. Yerlə bir eləyiblər Əbu Hanifəni. Bu şeylərə görə. Əl-Cəmiə fil-Cərh və Tə'dil. Bütün bir fəsil var Əbu Hanifə ilə bağlı. 5 nəfər alimin topladığı kitabdır. Mühəqqiq alimlərin. Çorsuz, cəmaatı qanması hesab edirsiniz. Niyə o? Açın oxuyun da, alimlərin işləridir. Əhmədin sünnə kitabı oxumağa yaramır. Niyə oxumursunuz? Hə? Niyə cəmaatı gözdə kül üfürürsünüz? Bu qədər insanın cərh elədiyi adam imamdır, hə? İslam fikrini formalaşdırandır, eləmi? 5-ci kitab. Daha 4-cü. Sonra Əl-Cəmi'u li kutub-id-du'afə vəl-mətrukin vəl-kəzzəbin. Zəiflər, mətruklar və yalancılar haqqında olan toplayıcı kitab. Bütün bir fəsil var Əbu Hanifə haqqında burada. Bunları bilmir. Onlarla kitabdan cərh gətirib burada. Onlarla kitabdan, hamısını oxumuşam. Durur videolarda. Bunları bilmir, sən bilirsən. Hə? Məvaridi zəmmil İmam Əbi Hanifətə fi kutub-i sələfi və qayrihim. Bax, bax, bax. 3 dənə gözlük tax, bəlkə yaxşı görəsən. Yaxşı görə bilmirsən. 3 dənəsini tax gözlük. 67 kitabdan nas gətirib. 67 kitabda Əbu Hanifə cərh olub. Budur imam. Hə? İmam budur. Biabıçılıq budur. Mən danışdığım deyil. Zəlil gününə qoymuşsunuz ümməti. Peyğəmbər şirk eləyir, cəhalətlə üzürlü olur. Şirk eləyənlər müsəlman imiş. Biabıçılıq budur. Ümmətin gözünə kül üfürürsünüz. Gəl sənə oxuyum, gör hədisin fıkhı necədir. Oxuyum, gör. Qulaqlarını yaxşı-yaxşı aç. Bu hədisi bir Əbu Salih Əs-Səmmən tarixindən gəlib, bir Əbu Səidin oğlunun tarixindən gəlib, bir də Safvanın rivayətindən gəlib. 3 rivayəti var. 3 ayrı tarixi var. Safvanın tarixi zəifdir. Əbu Zor Ər-Razi deyir ki, zəifdir o. Baxmayaraq mətni demək olar ki, eynidir. Sənəd olaraq zəifdir. Əbu Salih Əs-Səmmənin rivayəti. Təxricini oxuyum, get bax. Gör fikri nədir? Əhməd rivayət edib. 11629. Buxari 509. Sonra
Yenə 3274 nömrəli hədis olaraq verib. Muslim 1064, Əbu Davud 700 nömrəli hədis, Əbu Ya'la 1240 nömrəli hədis, İbn Xuzeymə 818, 819 nömrəli hədis. Mədarı da Süleyman ibn Muğirə və Yunus ibn Ubeyd, Hümeyd ibn Hilal Əl-Adavidən, o da Əbu Salih Həsənməndən rivayət edib. Təxrici budur. Hədisin təxrici belə olur. Sonra Abdurrahman ibn Əbu Səid Əl-Xudrinin tariqi ilə gələn rivayət. Oxuyum, gör nədir? Gör nə deyir həmin hədisdə? İbn Xuzeymənin ləfzini oxuyum, gör nə deyir? Deyir ki, 817 nömrəli rivayətdir. Bu kitabda vermişəm o rivayəti. Həddəsənə Abdülvaris ibn Abdüssaməd. Həddəsəni Əbi. Həddəsənə Həmməm. Həddəsənə Zeyd ibn Əsləm. Ən Abdurrahman ibn Əbi Səid ən Əbihi. Deyir ki, bizə Abdülvaris ibn Abdüssaməd danışdı. Mənə atam danışdı. Bizə Həmməm danışdı. Bizə Zeyd ibn Əsləm danışdı. Abdurrahman ibn Əbi Səiddən atasından ənəhu kənə yusalli ilə səriyə. Ki o bir sütrəyə doğru, bir üstünə doğru namaz qılırdı. Fədəhəbə raculun min bəni Ümeyyətə yəmurru beynə yədeyhi. Deyir ki, Bəni Ümeyyədən bir kişi, aslında cavan adamdır, yəni bir kişi gəldi ki, onun önündən keçsin. Fəmənəəhu, ona mane oldu. Fədəhəbə liyəhud. O da yenə qayıtı, yəni yenə gəlsin, önündən keçsin. Fədarabahu darbətən fi sadrihi. Sinəsindən vurdu, dedi onu. Bəs mənəvi mübarizə idi, hə? Yarım çıx. Nə oldu bəs? Fədarabahu darbətən fi sadrihi. Budur etik, budur fəqih, budur alim, budur iman. Sən ondan yaxşı anırsan bu kəlməni. Faliqatilhü mənəvi mübarizə idi. Və nə oldu? Bax, sizin ilminiz budur. Millətin gözünə kül üfürürsünüz. Allahdan qorxun deyə bilməm. Allahdan qorxumuz sizin yoxdur. Allahın peyğəmbərinə müşrik deyənlər sizsiniz. Sizin Allahdan qorxumuz var. Siz ancaq şirin göstərmək istədiyiniz bəzi pullardan qorxursunuz. Bizim qorxumuz Allahdandır. Nas nə deyirsə odur. Nə oldu bəs? Fədarabahu darbətən fi sadrihi. Və kənə raculun min Bəni Ümeyyə. O da Bəni Ümeyyədən bir fərd idi. Bəni Ümeyyə hakimiyyətdə idi. O zaman Əmrəl-Möminin Mərvan idi. Fədəkərə zəlikə li Mərvan. Fələkiyəhu Mərvan fəqal. Adam gedir bunu şikayət edir Mərvana. Mərvan da qarşılaşır Əbu Səidinə. Deyir, mə həmələkə ələ ən darabda ibnə əxik. Qardaşın onu vurmağa səni həml etdi, nə sövq etdi. Və qalə innə Rasulallah sallallahu aleyhi və səlləmə qalə İzə sallə əhədukum ilə şeyin yəsturuxu fədəhəbə əhədun yəmurru beynə yədeyhi fəlyəmnəxu fəin əbə fəlyuqatilxu fəinnəmə huvə şeytan fəinnəmə darabtu şeytanə. Soruşur, deyir ki, Rasulullah sallallahu aleyhi ve sellem həqiqətən də demişdir. Sizdən biriniz bir şeyə doğru, onun sütrəsinə doğru namaz qılarsa, birisi də onun önündən keçmək istəsə, onu əngəlləsin, mane olsun. Əgər dirəşsə, onunla döyüşsün. O ancaq bir şeytandır, mən ancaq şeytanı vurmuşam, deyir. Mən vurduğum şeytandır, deyir. Sənin kimi insi şeytanlardır. Sünnət düşmənləridir. Sən özün nəkranisən. Sən hədis düşmənisən. Yalan özü və əhl-i sünnət demə. Yarımçıq imiş. Sən tamamsan. Gördü sənin tamamını. Abdurrazaqın rivayətinə bax. Gör nə deyir. Abdurrazaqın musannəfində 2328 nömrəli rivayətdir. Orada mətndə deyir ki, Qalə beynə Əbu Səidin el-Xudri yusalli iz cəəxu şəbun yuridu ən yəmurra qaribən min sutratihi. Deyir, bir dəfə Əbu Səid el-Xudri namaz qılırdı, birdən cavan bir oğlan gəlib onun sütrəsinin yanına yaxından keçmək istədi. Və əmirul Mədinəti yevməidin Mərvan. O günlərdə Mədinənin əmiri Mərvan idi. Qalə fədəfəəhu Əbu Səidin həttə sara'ahu. Onu elə itələdi ki, onu yıxdı yerə. Yəni, sarağa, yəni qaldırıb yerə çırpmaqdır. Və mənəvi mübarizə idi. Nə oldu? Əbu Səid belə sən şəkil qoymusan, belə dua eləyib, ildırım vurub o gəndi, yıxılıb, sonra qalxıb gedib ağlaya-ağlaya Mərvana şikayət eləyib. Siz fiqh nədir bilmirsiniz, siz hədis oxumursunuz axı. Mən 15 ildir hədis oxuyuram. 15 ildir. Quran oxumaqla bərabər. Səndən fərqli olaraq tərcümə oxumuram. Orijinalını oxuyuram.
bəlağətini də, bəyanını da bilirik. Təfsirlərdən də istifadə edirik. Fıqqıllıqadan istifadə edirik. Oxuduğumuzu anlayırıq biz. Sənin kimi süni intellektə möhtac olan bir aciz zavallı deyilik. Sünnət düşmənləri. Nə oldu? Mənəvi mübarizə idi. Mürşid hərfi tərcümə eləyib. Xəyanət. Ay haray. Öl yerə girir. Öl yerə girir. Sən gəlmirsən 50 yaşında kişiyə deyirsən hoqqa çıxardır. Hoqqa çıxardan sənsən, mən deyiləm. Budur sənin elmi. Cəmaat deyir ki, filan kəs əxlaqlıdır. Maskalanmışsınız da, sizdə əxlaq var. Əxlaq budur. Biz müşriklərlə mücadilə aparırıq, sən gəlib mənə burada tələm-tələsik rəddiyəciş vermişsən. Cəhmirxaniyyə məzhəbi qurmuşsan. Bundan sonra sənin adın odur, Cəhmirxaniyyə məzhəbinin banisi. Sənin dedikləri bir yerdə olur Cəhmirxani. Yadında qalsın. Elhamdülillahi Rabbil alemin.